Yeni tədris ilindən etibarən bütün qeyri-gürcü dilli məktəblərdə gürcü dili sektorunun olması məcburi olacaq. Daha ətraflı reportajımızda. Növbəti tədris ilindən etibarən Marneolidəki qeyri-gürcü dilli dövlət məktəblərinə gürcü dilində təhsil verən sektor əlavə olunacaq. Təhsil Nazirliyinin qərarına əsasən bu məsələ bütün gürcü dilində olmayan məktəblər üçün məcburi olacaq. Belə ki, hər hansı məktəbdə əgər valideyn uşağını gürcü dili sektoruna yazdırmaq istəsə, həmin məktəbdə gürcü dili sektoru açılacaq. Hazırda Marneolidə 74 dövlət məktəbindən 17-si statusundan və ya sektorundan asılı olaraq artıq dövlət dilini tədris edir. Qalan 57 məktəbdə tədris prosesi Azərbaycan və ya rus dilində aparılır. Məktəblərdə gürcü sektoru üçün, eləcə də Azərbaycan dilli sektor üçün artıq birinci sinif şagirdlərinin qəbul limitləri müəyyən edilib. Yəni, valideynlər övladlarını istədiyi sektorda qeydiyyatdan keçirmə imkanına malik olacaqlar. Biz bu yeniliyi alqışlayırıq. İndiyə qədər gürcü dili bir neçə məktəbdə mövcud idi. Lakin şəhər məktəblərində tələbat daha çox idi. Düşünürəm ki, bu yenilik prosesi asanlaşdıracaq. Əlbəttə ki, infrastruktur hazırdır və birinci sinif şagirdləri üçün təlim prosesinin sentyabr ayında başlaması üçün bütün imkanlar təmin edilib. Bu ildən artıq Sabirkənd Orta Məktəbində də gürcü dili sektoru fəaliyyətə başlayır. Nazirliyin təlimatı ilə artıq limitlərimiz mövcuddur. Həm Azərbaycan dili sektoruna, həm gürcü sektoruna limitlər qoyulub. Əlbəttə ki, valideynlərin istəyindən, əgər istəkləri olsa, gürcü sektoruna da öz uşaqlarını yazdıra bilərlər və bizim məktəbimizdə gürcü sektorunda həmin şagirdlər təhsil ala bilərlər. Bizim kənddən Marneoli şəhərinin gürcü məktəblərinə gedən şagirdlərimiz var. Ümid edirik ki, gələcəkdə həmin şagirdlərimiz geri öz məktəbimizə qayıdacaqlar və bizim məktəbimizdə, öz məktəbimizdə gürcü dilini mükəmməl səviyyədə mənimsəyəcəklər. Ümumiyyətlə tələbat çoxdur. Tələbat çoxdur. İndi bizim məktəb əsas Azərbaycan məktəbidir. İndiyənə kimi elə bir problem yaranmayıbdır. Ondan sonra yəqin artıq valideynlər də biləcək ki, bütün məktəblərdə gürcü sektoru da var. Hər kəs öz istəyi ilə gətirib evladını qoya bilər. İstəyirsiniz Azərbaycan sektoru olsun, istəyirsiniz gürcü sektoru olsun. Bu valideynlərin istəyi iləndir. Valideynlər nətər qərar verəcək, hansı sektora istəsələr qoya bilərlər. Bizim məktəbimiz də gürcü sektorunu açmaq üçün hazırdır. Hər bir şəraitimiz var. Düşünürəm ki, bizim kimi Azərbaycan dilli məktəblərdə həm də gürcü dili sektorunun açılması gürcü dili məktəblərinin işini yüngülləşdirər. Çünki indiyədək gürcü dili sektorunu istəyən valideynlər övladlarını gürcü məktəblərinə aparırdı ki, gürcü dilli məktəblər isə Marneolidə çox azdır. Məsələ ilə bağlı Region Newsa müsahibə verən yerli sakinlər fikirləşirlər ki, Gürcüstanda yaşayan hər kəs dövlət dilini müəyyən səviyyədə bilməlidir. Hər 3-4 dili bilə, Gürcüstanda yaşasın, gərək hər dili biləsin. Bu dəqiqə hamısı müsəlmanlar Gürcü məktəbinə verirlər. Amma müsəlman məktəbində olsa Gürcü şeyi, o yaxşıdır, çox yaxşıdır. Olsa daha yaxşı olar, mən razıyam. Ona görə ki, mənim özüm yazmaq, oxumaq bilirəm, danışmaq bilmirəm. Koçsovetin vaxtında doğulmuşam, yazmaq, oxumaq bilirəm. Elə də bu da onun kimi. Danışa bilmirik, çətinlik çəkirik. Gələcək nəsil öyrənsə daha yaxşıdır. Mən bu qərarı alqışlayıram. Mən erməniyəm. Rusca, gürcücə və biraz Azərbaycanca bilirəm. Hər kəs gürcü dilini bilsə yaxşıdır. Axı biz Gürcüstandayıq. Mən də bu təşəbbüsü alqışlayıram. Biz əvvəllər gənc idik, bir-birimizlə rusca danışa bilirdik. Çünki ümumi dil rus dili idi. İndi isə gənclər bir-birini anlamır, ümumi dilləri yoxdur. Fikirləşirəm ki, dövlət dili gürcü dilidirsə, bu dili bilməliyik ki, bir-birimizlə ünsiyyət qura bilək. İndiyə qədər təhsil sistemi dövlət məktəblərində gürcü dilinin tədrisini təşviq etmək üçün 2 dilli tədris metodundan istifadə edirdi. Amma bu metod bütün qeyri-gürcü dilli məktəblərini əhatə etmirdi.